Bu televizora çıxanları, bu televizorun prezidentləri ki var, onlar hara baxırlar? Kişilərin qabağına məsələ çıxırlar, dizlərindən, topuqlarından, budlarınacan açıq. Onlar nə ailə saxlayacaq, onlar nə ailə görəcək, onlar hansı ailədən danışırlar, onların evində hansı bərəkətdən olacaq. Onlar əgər özlərinə qiymət vermirsə, cəmaət onlara nə qiymət verəcək? Məsələ, bax, Ofeliya kimi qadınları çağırın, mən də deyim ki, hə, bax, nə gözəl insan, abırlı, hayalı, hələ... Səmra xanımın fikirlərini eşitdinizmi, Səmra xanımın fikirlərini? O düz danışmır. Nə Dəryanı, mənim yoldaşım işdən gəlib, mən ona deyim, durma, çay süz. Elə şey olur, o işləyib, o gəlib işdən. Düzdür, bəlkə sən də işləyirsən, amma sən ona qulluq eləməzsən. Sən onun corabını yumalısan. O niyə sən corabını? Mən deyir, corab düz, desə corab yox, mən ondan boşanarım. Mən bir qadın... Ona görə də ki, indiki ailələr ailə deyil. Özdə mən bəyəndim, algınan söhbəti yoxdur. Mən bəyəndim, mən oğluma deyirəm ki, məsələ bu qızı al. Mən bilirəm ki, bu qız nədir, onu alsın. Yoxsa sən get algına, sonra 3 gündən sonra da boşan. Sən 33 yaşında, sən xaxıl uşağını niyə bədbaxt eləyirsən? 25 yaşında oğlana ərə getmək istəyirsən, niyə? Mənə çox maraqlıdır. Zaten qadının düşmanı qadındır, onu deyə bilərəm ki, və bir qadın o qədər, siz o qədər yəqin ki, ailə içində bədbəxt qalmışsınız ki, bir qadına bu qədər bircə dəqiqə, bir qadın olsaydın, siz məndən yaşlıca böyüksünüzsə və onu olar səsini kəsəsiniz. Diplom vermişəm, işte diplom alan kimi işlə də təmin elətdirmişəm. Hər kəsin IQ düşüncə səviyyəsi var və mən bir qadını cəmiyyətdə corab yumaq kimi təqdim edən qadınları qadın olaraq, psixoloji olaraq normal psixik sahibə olduğunu hiss etmirəm. Çünki siz bir qadın olaraq düşünürsünüz ki, bir kişiyə bir qadın corab yumalıdır. Qadın yeri gələndə kişi də qadının corabını yumalıdır. İndi sən düşün, bax bu fikir... Siz niyə cəmiyyətdə qadınları alçaldırsınız, qadınları qab yuyan, corab yuyan təqdim edirsiniz? Niyə indiki qızlara bunları ötürürsünüz mesaj olaraq? Niyə indiki qızlara siz demirsiniz ki, siz ali təhsil almalısınız, əlinizə pul gəlməlidir, kariyer qurmalısınız ki, səhər sizin qarşınıza çıxan bir kişi sizi evdə qul kimi deyil, gül kimi görməlidir. Çox xahiş edirəm, cəmiyyətdə belə qadınların düşüncələri, qadının düşmanıdır. Bu normal düşüncə deyil. Yəni, Ofeliya xanım qadınların düşmənidir mi düşünürsən? Bircə dəqiqə, bir düşünür ki, deməli, 50 yaşda kişi gedib 30 yaşda qadın alanda olur kişi, amma qadın əgər istəyirsə, ondan 10 yaş cavan bir kişi ilə ailə həyata qursun, bu qadın olur kimsə bədbəxt edən. Bu nə düşüncədir? Bu absurd düşüncədir. Ofeliya xanım, birbaşa bu sizə ünvanlanır bu sözlər. Hal-hazırda qadınlar üzərində göstərilmiş hökmdür ki, sən başından vururam aşağı, sən mən dediyimlə evlənirsən, sən mən dediyimlə ərə gedirsən, sən mənim qabağıma çay gətirsən, sən mənim qabağımın corabını yuyursan. Bu nə daxil düşüncələrdir? İsa, bu cəmiyyətə siz nə öyrədirsiniz? Siz cəmiyyətə nə öyrədirsiniz, Ofeliya xanım? Çində gedir təyyarə. Mən də bir fikri bildirim də, olar, icazə verirsiniz. Buyurun. Mən qısa bir söz deyəcəm. İsa, bu sözümü unutmayın, çox xahiş edirəm, bunu arxiv kimi saxlayarsınız, bu danışığımı. Bir neçə ildən sonra qocalar evinin qabağını istəməzdim elə olsun, amma belə olacaq. Maalesef ki, bəzi qadınlar çox olacaq. Beləmi qadınlar düşünür? Yox, mən xanımla işim yoxdur. Ümumiyyətlə bu düşüncədə olan qadınlar var. Yəni, mən öz fikrimi bildirirəm. Ailəsinə qul kimi, mən səhər anam məni qul kimi mən 18 ilin, bax 18 ilin gəliniyəm. İsa, mən çox xoşbəxt qadınam. Çünki əriniz sizə hər şeyi verir. Sizin sahədə, musiqi sahəsində yetişməyinizə icazə verir. Ona görə xoşbəxtsiniz. Yox, tam olaraq bax elə fikrimi bitirmək istəyirəm. Sonra birlikdə olacaq. Çünki burada müzakirə çox maraqlı gedir. Mən istəmirəm fikirlər